Ümumiyyətlə, kasıb insanları vecd alan kimsə yoxdur. Ölkədə də sürətlə kasıblaşma gedir və bəzi insanlar da, bəzi dövlət məmurları ki, Azərbaycan dövlətinin başına duran adamın ətrafında olan insanlar da, onlar insanların, Azərbaycan vətəndaşlarının kütləvi şəkildə kasıblaşması, yoxsullaşması, ölkədən çıxıb getməsi, ümumiyyətlə savadsız bir kütlənin yetişməsi üçün, gəlişməsi üçün əllərinə gələni eləyirlər. Keçən həftə bizim Azərbaycan Xalq Parlamentində bir hadisə baş verib. O hadisənin nəticələri, yəni ona olan münasibətlər adamı həqiqətən də ciddi düşünməyə vadar edir. Hər kəs də deyil, amma bir çox adamlar görürsən ki, orada rəhbərə qarşı çıxan millət vəkillərini günahlandırırlar. Yəni, rəhbərə qarşı çıxıb ki, sən mənim haqqımı yeyə bilməzsən, mən əl qaldırmışam, sən mənə söz verməlisən və o da bu sözü vermir, inatkarcasına vermir və onu günahlandırmağa yox, onu deməli, o söz verməyəni günahlandırma yox, söz istəyəni günahlandırma çalışırlar, sən nə haqla söz istəyirsən? Hətta sənə söz veriblər belə, sən nə haqla etiraz edirsən? Çox acınacaqlı bir vəziyyət, dostlar. Əgər doğrudan da ölkəmiz bu gündədirsə, ölkəmiz üçün fəaliyyət göstərmək bizim üçün çox çətin olur. Həddən çətin olur. Çünki insanlar əgər bu şuuru hələ dəyişə bilməyiblərsə, buna əgər qiymət verirlər, əgər düşünürlərsə ki, indən sonra, İlham Əliyevdən sonra yaracağımız müstəqil o dövlətimizdə də, müstəqil xalqın hakimiyyətində də mütləq hökümdara, onlara, necə deyərlər, rəhbər insanlara itaət eləməksə, ondansa bu, necə deyərlər, dəyərli Azərbaycan xalqı, dəyərli izləyicilərimiz, belə düşüncə üçün mübarizə aparmağa dəyməz. Belə düşüncə üçün mübarizə aparmağa dəyməz. İnsanlarımız kör-körana özünü günahlandırır, amma ona zülm eləyən, onun səsini kəsən, onun sözünü kəsən, onun haqqını yeyən adamları günahlandırır. Söhbət təkcə bizim parlamentimizdən getmir, dəyərli izləyicilərimiz. Ümumiyyətlə düşüncədən gedir. Mən hesab edirəm ki, çox səhv düşüncədir. Çox səhv düşüncədir ki, mütləq filankəsin hörmətini saxlamaq lazımdır. Çünki o bizim ağamızdır, o bizim başımız üstündə durandır, o bizim rəisimizdir, o bizim sədrimizdir. Bu çox yanlış düşüncədir. O adamın hörmətini saxlayırlar ki, o adam hörmətə layiqdir. Adam var, görürsən ki, kənddə, adi bir kənddə ortabab yaşayan bir adam olar.